Salam əziz tələbələr, hər vaxtınız xeyirli olsun. Mən Rus dili müəlliməsi Şəhla Səfərova. Sizə söz verdiyim kimi imtahana qədər test sizin üçün testlərin izahına çıxacağam. Bu gün mən sizə DİM-in 2024 modelindən bir dinləmə, bir mətnin izahını verəcəm. Dinləməni gəlin dinləməmişdən öncə birinci suallarla tanış olaq. Həmişə dinləmədə birinci suallarla tanış olun ki, yəni onu artıq yazanda bilin ki, söhbət nədən gedir. На какой вопрос можно найти ответ в тексте? Hansı suala cavab tapmaq olar? A variantında deyir ki, какую книгу хотели взять Azad и Natasha в библиотеке? Azad və Natasha bibliotekadan, kitabxanadan hansı kitabı istəyirdilər götürmək? B-də deyir ki, почему бабушка Azada отказала от традиционного письма? Niyə Azadın nənəsi ənənəvi məktublardan, yəni boyun qaçırırdı, imtina edirdi? C variantında где жила школьная подруга Vera? Vera'nın məktəbli rəfiqəsi harda yaşayırdı? D variantında почему Azad не ходит на почту? Niyə Azad poçta getmir? E variantında какой библиотека спешил Azad? Yəni hansı kitabxanaya Azad gedir? Yəni buradan artıq biz bildik ki, Vera və Azad haqqında gedən dialoqdur və burada kitablardan və ənənəvi məktubdan söhbət getdi. 2-yə baxırıq. Выберите верное утверждение по тексту. Mətnin məzmununa uyğun olaraq doğru cavabı seçək. Vera Azad по дороге на почту беседует о своих друзьях. Yol boyu, demək, poçta gedən yol boyu onlar öz dostlarından danışırlar. Azad предпочитал писать подробные письма своим друзьям. Azad öz dostlarına demək, geniş bir məktub yazmağa üstünlük verir. Ola bilsin ki, bu oxuduğum fikirlərdən ancaq biri doğru ola bilər, səhv də ola bilər. C variantında Vera отправляется на почту, что послать письма своей школьной подруге. Demək, Vera poçta gedir ki, məktəbli rəfiqəsinə məktub göndərsin. D variantında Vera отправляет письма только по электронной почте. Ancaq elektron poçtuna məktublar göndərir. E variantında da Azad предпочитает писать письма и отправлять их по обычной почте. Azad isə yəni ənənəvi məktub, adi məktub yazmaq və onları sadə poçtla göndərməyə üstünlük verir. Üçüncüdə deyir ki, дополните предложение словами из текста. Vera считает, что традиционные письма это. Artıq biz onu dinləyəndə bunun ardını. Vera belə hesab edir ki, demək, ənənəvi məktublar bunlar. Onu dinləyəndə biz onun cavabını tapmış olarıq. 4-də deyir ki, почему Vera считает, что люди не откажутся от обычной переписки? Demək, niyə insanlar adi yazışmadan əl çəkməyəcəklər? Из-за чувства радости, sevinç hissinə görə, из-за желания познать окружающий мир, yəni ətraf mühiti, ətraf aləmi anlamaq üçün, из-за острого чувства сострадания, acı çəkən hisslərdən ötürü, из-за удовлетворения своих душевных потребностей. Məncə bu olacaq потребности, yəni qəlblərinin istəklərinə görə, из-за сильных душевных страданий, yəni çox acı çəkdiyi qəlbən acı çəkdiklərinə görə. Və 5-ci sual. О каких своих пожеланиях Vera сообщила Azadı? Vera hansı istəklərindən Azada bildirdi? Получить электронные письма. İndi bunu da artıq mətni dinləyərək biz görərik. Yəni mətndən cavablar, to есть oxuduğumuz suallardan göründü ki, burada dialoq Azad və Vera arasında gedir. Gəlin mətni bir dəfə dinləyək və suallara doğru düzgün cavab verək. Buyurun dinləyin. Письма. Здравствуй, Азад. Привет, Вера. Ты на почту? Да, на почту. Хочу отправить письмо своей школьной подруге. А ты тоже на почту? Нет, я в библиотеку. Я уже забыл дорогу на почту. Давно не пишу письма. В последнее время отправляю все сообщения только по электронной почте. А я очень редко хожу в интернет-кафе. Только тогда, когда нужно послать срочное сообщение и быстро получить ответ. Я очень люблю писать письма. Пишу родителям, подругам, своей бывшей учительнице. Обычно я пишу длинные, подробные письма. В них я описываю свою жизнь, где была, что видела, рассказываю о своих друзьях. А я совсем не люблю писать письма. Скучное занятие. Никогда не мог написать больше 10 строчек. Пока письмо идет, информация устаревает. И твое отношение к тому, о чем ты написал, может измениться. Пожалуй, это так. Но ведь письма – это не просто сообщение или информация. Это и наши мысли, чувства, настроения. Мне трудно понять тебя, Вера. Ты думаешь, как моя бабушка. Она тоже любит писать письма своим подругам. Моя бабушка пишет письма долго, обдумывает каждое слово, каждую фразу.
По email можно в считанные минуты послать сообщение в любую точку планеты и получить ответ. А вы так много времени тратите на одно письмо. Пишем и будем писать. На это времени не жалко. Не думаю, что люди совсем откажутся от традиционной переписки. Ведь такое общение для души. А я думаю, что в скором будущем обычной почты уже не будет, останется только электронная. Жаль, если действительно будет так. Очень хочется, чтобы люди продолжали писать друг другу письма, длинные и интересные, а в праздники почтальоны приносили красивые поздравительные открытки. Ой, мы заболтались, я же спешу. Наташа уже ждет меня в библиотеке. Я побежал. Пока, Вера. До свидания, Азат. Всего хорошего. Aha. Biz dinləməni bir dəfə dinlədik. Əslində qəbulda sizə dinləmə 2 dəfə dinlətdiriləcək. Bir dəfə dinləyəcəksiniz, qulaq asacaqsınız. Suallarla tanış olacaqsınız. İkinci dəfə də 2-3 dəqiqə keçməmişdən sonra yenidən dinlədikcə sualın üstündə siz cavabları yazacaqsınız. Mən burada sualların hamısını bir-bir sizin üçün oxuduğuma görə, ona görə dinləmədə də siz gördünüz ki, Azad və Vera arasında sanki dirəşiblər, bir-birinin təzad, bir-birinin əksinə danışırlar. Vera ənənəvi məktublara üstünlük verir. Azad isə elektron poçtla göndərilən məktublara daha çox üstünlük verir. Ona görə burada deyir ki, на какой вопрос можно найти ответ в тексте? Çünki Azad poçta getmirdi. O bibliotekaya gedirdi. Ona görə sonuncu cümlədə də dedi ki, mən tələsirəm, çünki Natasha artıq məni bibliotekada gözləyir. Почему Azad не ходит на почту? Çünki o elektron məktublara üstünlük verdiyinə görə o poçta getmir. Ona görə bizim doğru variantımız olur. Bir də D variantı. Yenə deyirəm, mən sizin üçün oxuduğuna görə bir dəfə dinlətdim və suallarla da sizə izah edirəm. Üstündə də izah edirəm. İkincidə deyir ki, выберите верное утверждение по тексту. Yolda deyir, Azad, əslində yolda Azadla Vera A variantı doğru deyil ona görə ki, onlar ancaq məktublardan danışdılar. Biri ənənəvi məktubdan danışdı Vera. Azad isə elektron poçtla. Pismo своим другом. Azad heç vaxt öz dostlarına məktub yazmağı üstünlük bilmirdi. O elektron poçtla ötürürdü. Vera отправляется на почту, чтобы послать письма своей школьной подруге. Çünki onlar bir-birindən soruşanda ki, sən hara gedirsən? Vera ona dedi ki, mən öz məktəbli rəfiqəmə məktub yollamağa gedirəm, poçta gedirəm və ondan sonra, yəni Azad öz fikirlərini Vera ilə bölüşdü və o Vera'nın fikrinə razılaşmadı və o ənənəvi məktuba üstünlük vermədi və sona qədər Vera da dirəşdi ki, mən ənənəvi məktubları çox sevirəm, amma hətta Azad ona dedi ki, sən mənim nənəm kimi düşünürsən. O məktubun hər bir sətrini düşünür, yazır, hər bir, yəni uzun-uzun məktub yazır. Aydındır, bax elə. Ona görə 2-də də olur C variantı. Третий вопрос. Дополните предложение словами из текста. Vera считает традиционной письма это. Vera belə hesab edir ki, məktublar təkcə adi bir məktub deyil, не только сообщение, adi bir məlumat deyil. Biz bu fikri orada eşitdik. Выражающий наших эмоций, переживания, bizim emosiyalarımızın, yaşadıklarımızın sanki o hər bir yaşantılarıdır. Yəni o yaşantıları biz hamısını o məktubda sanki göstəririk ənənəvi məktubda. Sanki yaradıcı bir işdir ənənəvi bir məktub. Ona görə də doğru variantımız burada C variantı olur. И четвертый, 4-cü suala baxırıq. Почему Vera считает, что люди не откажутся от обычной переписки? Niyə Vera belə hesab etdi ki, insanlar adi yazışmadan əl çəkməyəcəklər? Из-за удовлетворения своих душевных потребностей. Qəlblərinin istəyinə görə. Ona görə də doğru variantımız burada olur D variantı. Və nəhayət sonuncuya gedirik. О каких своих пожеланиях Vera сообщила Azadı? Hansı istəklərindən Azada bildirdi? O dedi ki, mən istəyirəm ki, deyirsən nəyə görə o qədər üstünlük verirsən? Deyir ona görə ki, mən demək, təbrik açıqçalarını bayram günlərində almaq istəyirəm. Послать традиционный письма, ənənəvi məktubları göndərmək istəyirəm. Ona görə də bizim doğru variantımız oldu B variantı. Görürsünüz ki, necə sadə və necə bəsitdir. Mətnimizə keçid alırıq. Mən bugün dinləmə bir mətnin izahını sizin üçün modeldən vermək istəyirəm.
Burada художественная literatura, bədii ədəbiyyatdan danışılır. Bədii ədəbiyyat deyir, insanı intelligent edir, insanı inkişaf etdirir, onda olan gözəllik hisslərini inkişaf etdirir, həyatı anlama, həyatın anlamasını inkişaf etdirir, bütün çətinlikləri ona anladır və sanki insanı sapravajdat eləyir, onun dostudur, onu müşahidə edir bir ömür boyu. Yəni burada biz gördük ki, bədii ədəbiyyatdan söhbət getdi və bədii ədəbiyyatla televiziya arasında bir müqayisə, daha doğrusu bir müqayisə yaradıldı. Orada televizorun qarşısında oturmaq bu deməkdir ki, yəni sənin üçün rahat olan bir yerdə oturub ancaq baxırsan. Amma bədii ədəbiyyat odur ki, yəni bu mətnin qısa məzmununu müəlliməsə deyir. Bu deməkdir ki, insan onu oxuduqca düşünür, yəni onları hiss edir, o emosiyaları, o переживаниyaları hamısını yaşayır. Ona görə gəlin suallarla mətnə giriş edək. Выберите правильный вариант. Ответ один из предложенных согласно текста. Ənənəvi bir sual. Yəni uyğun gələn variantı seçərik. Yenə də sizin üçün təkrarlayıram. Yeni tələbələr olur ki, qoşulur. Xahiş edirəm kommentariyalarda öz fikirlərinizi də yazın. Yəni öz fikirlərinizi yazın ki, mən bilim ki, hansıları da sizin üçün çox izah edim. Demək burada 6.1, 6.2, 3, 4. Bunlar dördü də bir sualın cavabıdır. Və siz buna doğru cavab versəz 4-də 1 bal gələcək. Üçünə doğru cavab versəz 1 səhv 0,5 bal gələcək. Bu şans sizə ikinci mətn qəbula düşə biləcək. İkinci mətn 11.1-dən 4-ə qədər də verilir. Gəlin indi, amma 2 doğru, 2 səhv artıq 0 bal olacaq. Gəlin 6.1-ə baxaq. Внимательное неоднократное чтение книги позволяет человеку выразить свое мнение в любой ситуации. Demək, diqqətli, dəfələrlə oxunan kitab insana şərait yaradır ki, insan hər bir situasiyaya insan düşürsə, hər bir hadisədə insan öz fikrini rahat-rahat ifadə edə bilir. Məncə bu Verna olmalıdır, amma yenə də biz qayıdış edək, baxaq. Baxın burada художественная литература произведение надо вот не дает, раскрывает. Baxın, если первый раз прочли произведение невнимательно, прочитайте еще раз. Çünki deyir, hər hansı, əgər siz bir dəfə kitabı oxudunuzsa, diqqətsiz oxudunuzsa, onu bir dəfə də oxuyun. Неоднократно, dəfələrlə oxuyun. Dəfələrlə oxuyun ki, siz hər bir şeyi başa düşəsiniz. Bütün obstanovkaları, hadisələri, əhatə edən hər bir şeyi doğru düzgün başa düşəsiniz və o sizi düşündürməyə də, yəni vadar edəcək. Значит, biz bunu Verna kimi götürürük. 6.1 oldu Verna. 6.2-yə baxırıq. В отличие от чтения книг, телевидение формирует у людей правильное мировосприятие. Kitabdan fərqli olaraq deyir, televizor insanı daha, dünya görüşünü daha çox formalaşdırır. Əslində bu doğru deyil, amma yenə də sizinlə qayıdış edək ki, tapmağı necə tapacaqsınız. Bax, 3-cü abzaca baxın. Почему сейчас телевизор частично втесняет книгу? Потому что телевизор заставляет, bax, tərcümə ilə sizin üçün deyirəm. Sizi, deyir, televizor məcbur edir ki, tələsmədən ancaq oturub hər hansı bir verilişə baxasınız. Siz podobniyə çox rahat oturasınız, ancaq heç bir şey sizə mane olmasın. Heç bütün qayğılardan asfilikasiya olursunuz. Yəni, bütün qayğılardan uzaqlaşırsınız. Sizə nəyisə diktavasiya eləyir, nəyisə çatdırır. Смотреть и что смотреть? Ancaq baxırsınız, ancaq baxırsınız. Отличие от телепередач, обращенных художественным произведением, предоставляет свободу выбора, рассчитает наш кругозор. Amma teleperedaçadan əlavə olaraq, yəni televerilişlərdən fərqli olaraq biz bədii ədəbiyyata müraciət ediriksə, o bizim dünya görüşümüzü artırır. Demək, burada televiziyanın üstünlüyü deyil, demək, kitabın, bədii ədəbiyyatın üstünlüyü olduğuna görə biz Neverna götürürük. В настоящее время нужно стремиться читать трендовые книги. İndiki zamanda deyir, ancaq trend kitabları oxumaq lazımdır. Məncə belə deyil. Hər kəs öz ruhuna uyğun, öz sevdiyi kitabı oxumalıdır. Bax, burada belə bir şey var. Вот, не стремитесь читать только наиболее. Bax, burada trendli kitab, yəni bu deməkdir ki, çox satılan раскупаемые книги. Не будьте поспешны в выборе книг. Heç vaxt deyir, kitab seçimində tələsməyin. Suetnin sözü var. Biz buna rast gəlmiş olacağıq. Bunun sinonimi. Yəni, тщетная, бестолковая, belə lazımsız, ненужная торопливость deməkdir. Lazımsız tələskənlikdir. Bu tələskənlik də insanı deyir,
sanki insanı məcbur edir ki, böyük bir summada pul xərcləyək, каким обладает именно свое время. Yəni öz zamanına uyğun bir kitabı, trend bir kitabı alaq. Əslində bu doğru deyil. Məncə bu doğru deyil. Məncə yox, artıq biz bunun sübutunu da burada gördük. Demək неверноdır. Чтение книги с интересом позволяет нам понять точку zrения автора. Yəni diqqətlə, maraqla oxunan kitab müəllifin də fikirlərini tam bizə üzə çıxarır. Biz artıq bilirik ki, müəllif nəyi düşünür. Həqiqətən də bu doğrudur. Bunun üçün heç keçid almağa ehtiyac da yoxdur. 7-ci sualımıza keçid alırıq. 7-й вопрос. Определите значение выделенного слова. Выделенное слово суетность-dir və onun açımını artıq mən dedim. Тщетная, бестолковая, то есть бестолковая, ненужная торопливость. Yəni çox gərəksiz, lazımsız bir tələskənlik. Ona görə də B variantını biz götürmüş olduq. Какой ниже перечисленного варианта подтекст относится к влиянию художественной литературы на человека? Baxın, burada bir verir. Является важным источником средством развития речи детей. Bu ancaq uşaqların inkişafı üçün, nitqi üçünmüdür? Xeyr, bu doğru deyil. Позволяет уйти от реальности в мир воображения. Deyir, bizə deyir, demək doğruluqdan uzaq tutur bizi, amma bu mir воображения təxəyyül dünyasına aparır. Ancaq niyə bir reallıq? Biz ədəbiyyatdan çox reallıqları öyrənirik. Формирует любовь к родному языка. Ancaq dilə demək sevgini formalaşdırır. Yəni bunlar hamısı tək-təkdir. Yəni amma bizə ümumi bir fikir, sanki кульминация bir nöqtəsini bizdən istəyir. Оказывает значительное влияние на внутренний мир человека. Конечно, bu fikri götürə bilərik ki, çünki insanın daxili aləminə çox böyük bir mənada təsir bağışlayır. Ona görə də bunun cavabı D variantı olacaq. 9-cu suala keçid alırıq. Какое предложение должно стоять вместо многоточия в 4-м абзасе? 4-cü abzasda 3 nöqtənin yerinə hansı fikri biz qoya bilərik? Deyir, но классика не может ответить на все вопросы сегодняшнего дня. Amma klassika bugünkü günün bütün suallarına cavab verə bilməz. Поэтому надо читать современную литературу. İndi ona görə də müasir literaturanı da biz oxumalıyıq. Yəni müasir ədəbiyyatı da biz oxumalıyıq. Gəlin baxaq hansı fikir uyğun gələcək. Burada gəlin. Вот. Baxın. Klassическое произведение то, которое выдержало испытание временем. Yəni klassik əsərlər o əsərlərdir ki, zamanla böyük bir çətinlikləri adlayıb keçiblər, sinə gəriblər. Yəni onlar artıq amma bütün suallara cavab vermədiyinə görə biz müasir ədəbiyyatı da oxumalıyıq. Demək doğru variantımız olacaq C variantı. 10-cu sonuncu sualımız açıq tiplidir. Gəlin 10-cu sonuncu sualımıza da baxaq. На какие вопросы можно найти ответ в тексте? Каким образом при чтении книги можно развить чувство красоты, понимания жизненных проблем? Həqiqətən неоднократно и внимательно. Hansı deyir tərzdə kitabı oxumaq lazımdır ki, insanda gözəllik hissi, həyatın bütün problemlərindən anlayış hissi, yəni insanda inkişaf eləsin. Əlbəttə ki, biz ona cavab tapa bildik. 1-ə demək cavab var. 2-yə baxırıq. Какими принципами следует руководствоваться при выборе книги для поднятия настроения? Belə bir şey ola bilməz. Çünki insanın əhval-ruhiyyəsini qaldırmaq üçün hansı biz? Bu doğru deyil. По какой причине чтение книг намного полезнее, чем просмотр телевизионных программ? Biz onu artıq bildik. Çünki televiziya insanı düşündürmür. Sadəcə robotlaşdırır. Sadəcə biz bir fikrimiz var, ancaq televiziyaya baxırıq. Amma oxuyanda sanki biz onu yaşayırıq. O emosiyalarla yaşayırıq. Ona görə biz daha çok inkişaf etmiş oluruq. Почему выбор olacaq demək? Почему выбор книг современной литературы должны происходить неторопливо? Həqiqətən də müasir ədəbiyyatı seçimində biz tələsmədən, orada dedi, tələsmədən biz onu seçməliyik. Yəni bizim ruhumuza yaxın olan, sevdiyimiz bir əsəri seçməliyik. Demək doğru cavablarımız burada oldu. 1, 3 və 5. Bu da sizin üçün bir mətnin və bir dinləmənin izahı oldu. Görürsünüz, yəni oxumadan mətni dinləmə biz suallarla keçid alırıq, vaxt çox getmir və rahat-rahat da hər bir şeyi başa düşürük. Uğurlar sizə və mən kommentariyalarda sizin fikirlərinizi bilmək istəyirəm. Yazın, tənbəl olmayın. Yazın sizi nə düşündürür? Mən o sualları da imtahana qədər sizə kömək edim. O suallar haqqında da müəyyən qədər sizin üçün izahlar verim. Hər birinizə uğurlar.